Uşaqlar, deməli bugün keçirik Hindistanla Çini ikisini bir yerdə. Əvvəlki mövzularda Hindistan haqqında demişdik ki, hələ 1206-cı ildə Hindistanda Delhi Sultanlığı yaranmışdı, yadınızdadır, Qutbədin Aybək tərəfindən. Sonra 1526-cı ildə isə Moğol dövləti yaranmışdı. Sonralar, böyük coğrafi kəşflərdən sonra İngiltərə, Fransa kimi ölkələr başladılar Asiya ölkələrini öz müstəmləkələrinə çevrilməyə. O cümlədən İngiltərənin məşhur Ost-Hind şirkəti Hindistanda və Çində müstəmləkə siyasəti həyata keçirir. Ost-Hind şirkəti bu dövrdə Hindistanın böyük ərazilərini tutmuşdu. Orada bir neçə ərazi qalmışdı. Məsələn, 1856-cı ildə Aud knyazlığını da tabe etməsi ilə bütün Hindistanın işğalını başa çatdırır. Baxın, deməli, bu vacib hadisədir. 1856 Aud knyazlığının tabe edilməsi ilə Ost-Hind şirkəti, yəni ki, İngiltərə bütün Hindistan işğalını başa çatdırır. Hindistanda var idi bu dövrdə Moğol dövləti yalandan qalmışdı belə formal olaraq. Sonra racələr var idi, onlar feodal knyazlar idi. Ost-Hind şirkəti bu racələr vasitəsilə Hindistanı idarə edirdi, feodal hakimlər vasitəsilə belə desə. Və Hindistanda olan kəndlilərdə vəziyyəti ağır idi. Nə üçün? Çünki bir tərəfdən kəndlilər bu feodal knyazlara, yəni racələrə vergi ödəyirlər. Bir tərəfdən Ost-Hind şirkətinə ödəyirlər, bir tərəfdən deyək ki, Moğol dövlətinə ödəyirlər. Belə qarışıq bir vəziyyət idi. Və Hindistanda bu cür vəziyyət insanların təbii ki, haqlı olaraq etirazını səbəb olurdu. Hindistanda İngilis ordusuna vurulan əskərlər, hindli əskərlər adlanırdı sipahilər. Sipahi adlanan əskərlər idi. Və 1800, həmin əskərlər muzlu ordu idi təbii ki. İngilislər onları pul qarşılığında orduya götürürdü, müxtəlif ölkələrlə döyüşlərdə istifadə edirdi, belə desə. Və 1857-ci ildə bir qərar çıxır ki, yeni tip patronlar gətirir İngilislər, yeni patronlar. O patronların belə dişlə belə cırırlar da, onu keçirmək üçün. Və patronların bir qismi içində donuz yağı var idi, donuz piyi var idi. Bir qismində isə inək yağı deyək də, inək piyi var idi. Donuz piyi müsəlmanlar üçün haram idi, müsəlman sipahi əskərlər üçün. İnək isə hindlilər üçün müqəddəsdir də, onlar üçün haram idi. Ona görə sipahilər, əskərlər üsyan edirlər 57-59-cu illərdə. Və hətta bu əskərlər paytaxta gedərək Moğol dövlətinin o zamanki sonuncu şahı olan 2-ci Bahadırı taxta çıxardırlar, möhkəmlədirlər və Moğol dövlətinin bərpa etdiklərini elan edirlər. Belə ki, İngilislərə qarşı döyüşmək istəyirlər. Lakin 1858-ci ildə də İngilislər əlavə qoşun ordu gətirərək Moğol dövlətinə rəsmən son qoyurlar. Moğol dövlətinə rəsmən son qoyurlar. 59-cu ildə də sipahilər üsyanını yatırırlar. Ancaq sipahilər üsyanı nəticəsiz qalmır. Sipahilər üsyanının belə desək, yatırılması ilə Hindistanın idarəçiliyində dəyişiklik edilir. İngiltərə Hindistanı bu vaxta kimi idarə edirdi general qubernatorlar idarə edirdi. Sipahilər üsyanının yatırılmasından sonra isə Hindistanda hakimiyyət keçir vitse-krala keçir. Bundan başqa Hindistanın adı dəyişdirilir olur. Britaniya Hindistanı bu formada və 1876-cı ildə İngiltərə kraliçası Yelizaveta olur, həm də Hindistanın imperatriçəsi. Ona görə biz müasir dövrdə deyirik ki, o İngilis krallığına, İngiltərə, Böyük Britaniya daha doğrusu krallığına daxil olan ölkələrdən biri də kimdir? Hindistan. Məsələn, Hindistanda 2 dənə tutaq ki, rəsmi dil var. Hind dili, bir də İngilis dili. Uzun illər Hindistan İngiltərə müstəmləkəsi olduğu üçün belə olmuşdur. Sipahilərin yatırılması ilə konkret dəyişikliklər edilir. Dediyimiz kimi, general qubernatorluqlar edilir, hakimiyyət vitse-krala keçir və bir qədər yumuşaldılır və Hindistan idarə etməsi İngiltərəyə uyğunlaşdırılır. Bu dövrdə var idi, bir də ki, metropoliya anlayışı var ümumiyyətlə. Metropoliya nədir? Məsələn, İngiltərə o dövrdə metropoliya idi. Yəni, öz müstəmləkələri olan, o müstəmləkələri idarə edən ölkələrə metropoliya ölkələr deyilir. Hindistan daha sonra artıq azad fikirli, müstəqil fikirli insanlar yaranır. İngilislər
Hindistanın iqtisadiyyatını inkişaf elətdirirlər. Həm də bilirsiniz ki, Hindistan zəngin ölkədir. Onlar qızıl və digər faydalı, brilyant, faydalı qazıntılar var. Yavaş-yavaş Hindli sahibkarlar meydana çıxmağa başlayır və 1884-cü ildə Bombay'də ilk toxuculuq fabriki, ilk milli kapital toxuculuq fabriki fəaliyyətə başlayır. 1884. Bu da testdə düşəyə biləcək sual. 1885-ci ildə isə Hindistan Milli Konqresi yaranmışdı. Hindistan Milli Konqresinin əsas məqsədi o idi ki, Hindliləri deməli, bu çətin vəziyyətdən çıxartmaq, Hindlilərin vəziyyətini yüngülləşdirmək, bundan başqa azadlıq, müstəqillik ideyalarını yaymaq və s. Amma ki, Hindistan ta 1947-ci ilə qədər müstəmləkə vəziyyətində qalmışdı. O dövr ki, Hindistan bilirsiniz, indiki hansı əraziləri əhatə edir. İndiki Hindistanı, Pakistanı, Bangladeşi, Myanmanı və digər ölkələri əhatə edir. Nepalı, onları əhatə edir. Hindistan mövzusu bu qədər. Yəni, bu şeyləri bilsəniz, kifayət edir. Çinə gəldikdə. Uşaqlar, Çin, Hindistan kimi İngiltərənin müstəmləkəsi, demək olar, müstəmləkəsi idi. Burada İngilislər gəlmişdilər, Çinin müəyyən limanlarında ticarət etmək hüququ əldə etmişdilər və bu dövrdə yenə də Ostin şirkəti İngilislərin və bir də ki, Çində isə Manjur Tsin sülaləsi var idi. Manjur Tsin sülaləsi 1644-cü ildən 1911-12-ci ilə qədər Çini idarə etmiş sülalədir, Manjur Tsin sülaləsi. Və bu dövrdə İngilislər Çində bir xəstəlik kimi deyək ki, tiryaki yaymışlar. Tiryak bilirsiniz, narkotik vasitədir. Və iş yolu bu yerə çatmışdı ki, tiryakla ticarət edilirdi. Lakin Çinin müxtəlif ziyalı təbəqəsi, azad fikirli insanları Çin imperatorunu inandıra bilir ki, İngilislərin bu işinin qarşısını almaq lazımdır. Və 1800-cü ildə Çin imperatoru yeni bir qanun qəbul edir ki, Çində tiryak ticarəti qadağan edilsin. Tiryak ticarətinin qadağan edilməsi İngilislərə heç sərf eləmirdi və çünki Çində həm də belə çoxlu tiryak plantasiyaları var idi, yəni qaçanmalsız yolu ilə keçirirlər, sərf edir də İngilislərə. Bu dövrdə İngiltərə, Fransa, ABŞ kimi ölkələr Çindən müəyyən hüquqlar əldə etmək istəyirlər, öz tacirləri üçün, müstəmləkə sistemi üçün. Nəhayət, bu məsələ birinci tiryak müharibəsinə səbəb olur. İngiltərə Çin ilə müharibəyə girir, adı birinci tiryak müharibəsidir, 40-42-ci illərdə baş vermişdir və Nankin şəhərinin tutulmasından sonra Nankin müqaviləsi ilə bitmişdir. Müqavilənin şərtlərini yazmamışam, amma indi deyirəm sizə. Nankin sülhü nəticəsində Çin İngiltərəyə böyük miqdarda təzminat ödədi. Çinin 5 dənə limanında İngilislər ticarət etmək hüququ əldə etdilər, 5 limanında. Bundan başqa, İngilis tacirlərinə Çində eksterritoriallıq hüquq verilir. Ona görə yazmışam eksterritoriallıq. Eksterritoriallıq nədir? Zəng etsin deyəcəm. O birinci tiryak müharibəsi vardır. Eksterritoriallıq odur ki, uşaqlar Çinə İngilis tacirlərinə Çin arasında hüquqlar verir. Məsələn, qoşun saxlamaq, yəni ordu saxlamaq, möhkəmlənmək, yaşayış sahəsi qurmaq və s. hüquqların verilməsi deməkdir. Bu müqavilənin ardı ilə eyni zamanda Fransa, ABŞ kimi ölkələrdə 1844-cü ildə İngiltərə, Çin ilə eyni hüquqlu müqavilə imzaladılar. Uşaqlar, Çində oldu bir dənə Taypinlər hərəkatı, 1850-64-cü illərdə. Taypinlər kimdir? Taypinlər Çində bərabərlik yaratmaq istəyən, yeni bir dövr yaratmaq istəyən etirazçılardır. Və bu Taypinlər hərəkatı 1850-64-cü illərdə baş vermişdir. Hətta onlar Taypin Tiangu adlı bir dövlət yaratmışlar, Böyük Səadət dövləti adlanırdı. Onlar qadınlarla kişilərə bərabər hüquqlar vermişdilər və digər məsələlər var idi. Lakin Çin imperatoru və İngiltərə, Fransa kimi ölkələr kömək edir Çin imperatoruna ki, həmin bu Taypinlər hərəkatını yatırsın. Taypinlər üsyanı 1864-cü ildə yatırılır.
Yəni Çinin daxilində Çinlilərin özünü qaldırdığı bir üsyan idi, hakimiyyəti dəyişmək istəyirdilər. Onlar belə bu dövrdə ikinci tiryək müharibəsi baş vermişdi. İkinci tiryəkin səbəbi nə idi? Bu ingilislər yenə istəyirlər də, o qədər hüquq verir Çin olaraq, deyirlər ki, yox, yenə hüquq. Vapşə ölkəni verin bizə əl çəkilmə formada. Müzahirə eləyək. Və ikinci tiryək müharibəsində İngiltərə, Fransa qoşunları birlikdə hərəkət edir və Çin imperial korpusu qısa bir müddət ərzində məğlub edirlər. İkinci tiryək müharibəsi 1860-cı ildə Pekin müqaviləsi ilə bitir. Pekin müqaviləsinə görə əvvəlki şərtlər daha da artırılır, yenə də deməli Çin təzminat ödəyir və bu dəfə tiryəkin açıq satışına icazə verir. Tiryəkin açıq satışına icazə verilir, Çin ərazisində. Digər məsələ də İngilis və Fransız tacirlərinə Yansız çayında sərbəst üzvü, yəni Çin çaylarında sərbəst üzvü tacirlərə. Uşaqlar, Çin bundan sonra 1885-ci ildə Fransa ilə müharibə etmişdi, 94-95-ci ildə Yaponiya ilə müharibə etmişdi. Hər iki müharibədə Çin məğlub olmuşdu. 1905-ci ildə isə Çində Birləşmiş İttifaq adlı bir təşkilat yaradılır. Onun rəhbəri Sun Yat-sen idi. Birləşmiş İttifaqın əsas məqsədi o idi ki, Çində feodalizm qaydalarını ləğv etsin, Çində imperator hakimiyyəti ləğv etsin, Çində monarxiyanı ləğv etsin. 1911-1913-cü illər Çin inqilabı nəticəsində Çin şərqdə ilk respublika olur. Baxın, bizə həmişə deyirlər ki, şərqin ilk respublikası Azərbaycan Xalq Cümhuriyyəti falan yox. Müsəlman şərqin ilk respublikası Azərbaycan Xalq Cümhuriyyətidir. Amma ümumilikdə şərqin ilk respublikası Çindir. 1913-cü illərdə. Və ilk prezidenti Sun Yat-sen olsa da, uşaqlar, sonra Sun Yat-sen istifa edir, başqa bir prezident olur. Ancaq ki, Sun Yat-sen gedir Tayvana, orada prezident olur və Sun Yat-sen tarixi çoxdur, böyükdür. Sonra Çinin özündə müharibəyə gedir və s. Tayvanda, gedir Tayvandan müstəqil dövlət yaradır. Sun Yat-sen böyük şəxsiyyət. Mən universitetdə onun haqqında çox geniş keçmişəm. Böyük bir şəxsiyyət əslində Sun Yat-sen. Sun Yat-sen? Belə, uşaqlar, Hindistan bu qədər.